Salam, xoş gördük sizləri. Necəsiz? Keyfiniz, əhvalınız qaydasındadısa, onda sözü çox uzatmadan keçi qalaq bu bazar sizə təqdim edəcəklərimizə. Həmişəki kimi çayınızı isti edib ekrana yaxın əyləşin. Çünki başladıq. Deyirəm, insanların müxtəlif olduğunu siz mənsiz də gözəl bilirsiniz. Axı, hər birimizin öz xasiyyəti, düşüncəsi, yaşam prinsipləri, amalı, məqsədi var. Əlbəttə, insanı sadəcə fərd deyil, əsl şəxsiyyət edən xüsusiyyətlərdən biri. Bəlkə də başlıcası isə dürüstlüdür deyə. Amma Adil, razılaş ki, insan övladından başqa dili olub yalan danışan canlı da yoxdur. Əlbəttə, bax, misal üçün, sən yerdən qızıl sırğanın bir tayını tapsan nə edərsən? Amma sən can düzündür. Təbii ki, sahibini tapıb geri qaytarardım. Ay, sağ ol, ən doğrusu da budur. Amma bəzi tamaşaçılarımız indi deyəcəklər ki, sahibi məlum olmayan sırğanı çölə atası deyilik ki. Bu da düzdür. Amma laf düzünü isə sizə biz yox, daim axtarışda olan əməkdaşımız könül deyəcək. Heç olub ki, siz də nə vaxtsa sənədinizi və ya qiymətli əşyanızı itirmişsiniz, bəs itirəndə hara müraciət etmişsiniz? Bilənlər bilir, bilməyənlərin isə nəzərinə Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin tabeçiliyində olan Tapıntılar Bürosuna mütləq şəkildə müraciət etmək gərək. Salam aleyküm. Aleyküm salam xanım. Mən bir əşyamı itirmişəm. Sırğamı itirmişəm, anamın hədiyyəsidir. Zəhmət olmasa, şəxsi vəsiqəsi qısa kopyası təqdim edir. Hər gün onlarla insan, itirilmiş və ya tapılmış əşyalar, sənədlərlə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna müraciət edir. Bu qurum 2006-cı ildə Daxili İşlər Nazirliyinin struktur hissəsi kimi yaradılıb. Tapıntılar Bürosunun əsas vəzifələri fiziki və hüquqi şəxslərdən daxil olmuş, tapılmış əşya, sənədlərin qəbulu, uçotu, saxlanılması və sahibinə qaytarılmasından ibarətdir. Heç bir dövlət rüsumu nəzərdə tutulmur. Büro əməkdaşları tərəfindən daxil olmuş əşya, sənədlər müvafiq prosedur araşdırmadan keçdikdən sonra müvafiq tədbir görülür. Kimi evdən köçərkən bütün sənədləri köhnə əşyalara qatıb atdığını deyir, kimi də həyətdə bacada, nəqliyyat vasitələrində diplomunu, şəxsiyyət vəsiqəsini və ya hərbi biletini itirdiyini söyləyir. Fərəc İsmailov isə evin dövlət qeydiyyatı haqqında çıxarış sənədini itirdiyinin fərqinə 10 ildən sonra varıb. Salam aleyküm. Kim qeydiyyat vəsiqəsi etdiyi üçün müraciət eləmək istərdim sizə. Sənədlər bir dənə baxardıq, zəhmət olmasa. Vətəndaşın ərizəsi qəbul olunduqdan sonra qeydiyyat aparılır. İtirilmiş sənəd tapıldıqda isə dərhal sahibinə məlumat verilir. Büroya hər hansı itmiş əşya daxil olan zaman ona baxış keçirilərək əlamətlərinə dair müvafiq akt tərtib olunur. Sənədlərin itməsi isə təbii ki, hər kəs üçün böyük problemlər yaradır. Hansı sənədlərlə müraciət elədiniz bura? Mən müraciət elədim ki, bizə bütün sənədləri, kopyasını verdiyi sənədlərin şəxsi vəsiqədə müraciət elədik. Etibarnamə də verdik və hələ etibarnamə əsasında mən çıxış elədim. Ərizə formasını bir də doldurdum. İnanıram ki, bu sənədlər tapılsa çox gözəl olar. Çünki indi istəyirik ki, qeydiyyat vəsiqəsini dəyişək, çıxarış eləyək. Fikrimiz gəlib. Amma yoxdur, ona görə məcburici dəyişək. Tapaq ki, dublikatını alaq buradan. Maraqlıdır. Bəs görəsən itən əşyanı təhvil almağa gəlmədikdə onun aqibəti necə olur? İtirilmiş sənədin sahibi müraciət etmədikdə, bizim tərəfimizdən aşkarlanmadıqda hər bir sənəd aidiyyəti üzrə təhvil verilir. Hərbi biletdirsə, həmin rayonun aidiyyəti üzrə hərbi səfərbərlik xidmətinə, şəxsiyyət vəsiqəsi, ümumi vətəndaş pasportudursa, həmin rayonun, həmin orqanın polis idarəsinə təqdim olunur. Onu da deyək ki, hüquqi normativ aktlarının tələblərinə uyğun olaraq tez xarab olan ərzaq məhsullarının Tapıntılar Bürosuna qəbulu və ya saxlanılması yol verilməzdir. Bu arada onu da qeyd edək ki, İtirilmiş əşyanın sənədi o qiymətindən, dəyərindən asılı olmayaraq artıq vətəndaşın onu geri qaytarması, polis orqanına təqdim eləməsi onun mənəvi keyfiyyətlərlə bağlıdır. Və biz vətəndaşlara müraciət edirik ki, tapdıqları, aşkarladıqları əşyaları, sənədləri müvafiq polis orqanlarına təqdim eləsinlər. Bəli. Vaxtınız xeyir xanım. Buyurun, eşidirəm sizi. Filan xanımdır.
Bəli, Kənan xanım Valiyeva. Volkan, burada bizə bir sırğı gətirib veriblər. O gün siz dediniz, elə bir ki, oxşayırdı əlamətləri. 4 qaşdır, beləncik. Ay, nə gözəl. Nə vaxt gələ bilərəm? Gəlirsiniz, gəlin baxın xanım, gəlin baxın. Sizi götürərsiniz. Çox sağ olun. Bax belə, mən itirdiyim sırğanın detayını tapdım. Bu işdə mənə tapıntılar bürosu yardımcı oldu. Lakin hər bir halda mən elə mənim timsalımda hər kəs diqqətli olmalıdır ki, xoşagəlməz hadisə ilə üzləşməsin. Heç nə itirməmək ümidi ilə Könül Rafiq qızı Rəşad Məmmədov, Lider TV. Yazıq qızın başına əməli başlama gəldi. Nə olub ayıldı? Narahat olma, hər şey qaydasındadır. Belə də ki, mütəxəssislərin fikrinə görə gülmək, özü də həmişə gülmək insan üçün çox xeyirlidir. Hər cür gülüş növü eşitmişdim, amma sənin kimi kişmişi gülən görməmişdim. Məyər gülüşün də növü olur? Əlbəttə, bəs necə? Bax, yumoristik gülüş, təbii gülüş, saxta, kinayəli gülüş və s. və ilə axır. Hədə, amma gülməyə də bir səbəb olmalıdır. Bax, sən niyə gülürdün? Nurlandı da yenə də axtarıb araşdırıb maraqlı faktları üzə çıxarıb. Ucundan qulağından mənə də danışdı. Sən demə, bu dünyada elə qəribə qanunlar var ki, onları eşidəndən sonra gülməmək mümkün deyil. Biz də bilək görək o hansı qanunlardır elə. Əgər bilmək istəyirsənsə, onda diqqətin Nurlanda olsun. Qanun qaydalar dərc olunmazdan əvvəl dəfələrlə nəzərdən keçirilir. Müzakirələr aparıldıqdan sonra məsləhət görülürsə qəbul edilir. Maraqlı dünyamızda maraqlı, qeyri-adi qanunlar ilə seçilən ölkələr isə kifayət qədərdir. Bunlardan bəziləri həqiqətən də insanda gülüş doğurur. Gəlin görək paytaxt sakinləri qeyri-adi qanunlar ilə seçilən hansı ölkələri tanıyırlar? Hindistanlar ümumiyyətlə bu dövlət tərəfindən məcbur eləyirlər ki, evlərdəki tualetlərdən istifadə yoxlama göndərirlər ki, bax, həqiqətən Hindistanlılar tualetdən istifadə edirlər. Mən eşitdiyimə görə Singapurda saqqız çeynəməyə qadağa qoyurlar. Bildiyimə görə Afrikada belə qanunlar daha çoxdur. Regiona uyğun ola bilər, mentalitetə uyğun ola bilər. İndi isə simanızda gülüş doğuracaq bir neçə qeyri-adi qanun barəsində sizə məlumat vermək istəyirəm. Məsələn, Səudiyyə Ərəbistanında qadınlara maşın sürmək qadağandır, amma ərə getməkdə yaş məhdudiyyəti yoxdur. Təsəvvür edin, Səudiyyə Ərəbistanında 2008-ci ildə məhkəmə 8 yaşlı qızın 58 yaşlı ərindən boşanmasına icazə verməyib. Filippin və Vatikansa dünyada boşanmağın ümumiyyətlə qadağan olunduğu nadir ölkələrdəndir. Ölkəmizdə ayaqolundan istifadə etməyə heç bir məhdudiyyət yoxdur. Yəni, hər kəs ürək istədiyi vaxtı ayaqolundan istifadə edə bilər. Deyirəm, nə yaxşı ki, İsveçrədə yaşamırıq. Təsəvvür edin, bu ölkədə axşam saat 10-dan sonra suyu çəkmək qanunla qadağan edilir. Singapurda adi saqqız çeynənilməsi üçün ağır cərimə qoyulub. Cəza isə ictimai yerlərdə təmizlik işləri görməkdən ibarətdir. Nurlan, lampanı dəyiş. Gəlirəm. Nə qədər lampa dəyişmək olar. Nurlan. Bu lampa dəyişmək axırda bizim axırımıza çıxacaq. Qadınların nəzərinə çatdırım ki, Avstraliyanın Viktoriya ştatında kişilərə, xüsusilə peşəkar mühəndis olmayan kişilərə lampa dəyişmək qadağandır. Fransada donuza Napolyon adı vermək qadağandır. Görünür, donuza bu adın verilməsi Napolyon sevərləri ciddi narahat edib. Argentinada isə tango musiqisi ərazidə səsləndirilən digər musiqilərdən nə az, nə də çox olmalıdır. Məsələ ilə əlaqədar yerli ekspertlərin də fikrini öyrənmək yerinə düşər. Mədəniyyətşünas Aydınxan Əbilovun fikrincə, bizə gülüş görünən bəzi qanunlar həmin ölkələr üçün normal hal kimi qəbul olunur və ya bizim də bəzi yazılmamış qanunlarımız kimlər üçünsə qeyri-adi ola bilər. Elə ölkələr var ki, orada hər şeyi qanuna salmağı xoşlayırlar. Yəni, konkret bunu qanuna salınırsa, bunun o tərəfi yoxdur. Və o qanunlar da qəbul olunanda başqalarında qəribə görsənə bilər. Amma biz sözsüz ki, hörmətlə və sayğı ilə onlara yanaşmalıyıq. O cümlədən də bizim də qanuna salmadığımız elə dəyərlərimiz var ki, insanlara qəribə gələ bilər. Bir misal, Fransada əgər siz yaşlı bir xanıma ictimai nəqliyyatda yer verirsinizsə, o sizi məhkəməyə verə bilər. Və yaxud Avropa ölkələrində kimsə küçədə bir rəsm əsəri çəkirsə, siz gəlib ona gözünüzü zilləyə bilməzsiniz, baxa bilməzsiniz. Qanunla qəti qadağandır. Toxunulmazlığı var, ona toxunma olmaz. Ona görə də hər bir qanun, qəbul olunmuş hər bir normativ sənədin arxasında məntiq durur. O ölkə üçün, o millət üçün, o cəmiyyət üçün məntiqlərdir. Mütəxəssislərin fikrincə bəzi qeyri-adi qanunlar da var ki, onlar cəmiyyəti sivil inkişafa aparır. Məsələn, ABŞ-ın bəzi ştatlarında qaraqabaq gəzmək olmaz.
küçədə gedərkən gülümsəməlisən. Belə qanunlardan saatlarla danışmaq olar. Hələlik isə bizdən bu qədər. Nurlan Vilayətoğlu, Zaur Bayramov, Lider TV. Adil, akrofobiya haqqında yəqin ki, eşitmisən. Yox, birinci dəfə də eşidirəm. Amma fobiya sözündən belə başa düşürəm ki, yenə nədənsə qorxmaq deməkdir. Bəli, düz təxmin elədin. Akrofobiya yüksəklik qorxusu deməkdir. Yəqin ki, əksəriyyətinizdə bu fobiya var. Sadəcə adının nə olduğunu bilmirdiniz. Bax, Ülviyə, başqalarını deyə bilmərəm. Şəxsən məndə belə bir qorxu hissi yoxdur. Əgər olsaydı, o boyda Səngimuğan adasındakı mayaka çıxmazdım. Amma Adil, mən bu qorxudan yaman əziyyət çəkirəm. Buna görə hətta xarici ölkələrə də səfər edə bilmirəm. Axı, təyyarəyə minməyə qorxuram. Sən yaxşısan, Ülviyə. Qonşum heç binanın 5-ci mərtəbəsindən aşağı baxa da bilmir. Dediyinə görə pəncərədən baxanda kiminsə onu oradan yerə atacağından, yaxud da özünün yıxılacağından qorxur. Nəysə, bu Elmira ki var, o da lovdur da, qız şir ürəyi yeyib, nə qorxu bilir, nə ürkü. İndi də gedib çıxıb Telegüllənin düz başına. Hə, Əfqanla getmişdi. Oradan da maraqlı bir reportaj hazırlayıb. Deyir ki, hündürlükdən həzz alıram. Belədir də akrofobiyası olmamaq. Telegüllənin ümumi hündürlüyü 310 metrdir. Bu da təxminən 101 mərtəbəli bina hündürlüyündədir. Telegüllə kompleksinin tikintisinə 1980-ci ildə başlanılıb. Layihəyə əsasən inşaat işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin müəyyən səbəblərdən tikintinin aparılması dayandırıldı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə güllənin tikintisinə yenidən başlanılıb və 1996-cı ildə istifadəyə verilib. Bəlkə də bir çoxlarının arzusu Telegüllədə olmaqdır. Hazırda isə biz Telegüllənin foyesindəyik. Qarşıda gördüyünüz Baxbu tuneli isə Telegülləyə gedən yoldur. Uzunluğu 85 metrdir, dağın altında yerləşir. Baxbu tuneli isə bizi liftə aparır. Gəlin birgə səyahət edək. Telegüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Çəkisi 40 min tondur. Güllərin üzərində yerləşən 4 ədəd milli ornamentli şəbəkənin hər biri bir coğrafi cəhətə istiqamətlənir. Buradan bütün Bakının mənzərəsini seyr etmək mümkündür. Dünyada memarlıqla bağlı telegüllələrin əsas məqsəd heç də onların hündürlüyündə deyil. Hal-hazırda 310 metr hündürlüyündə olan bizim Azərbaycan Bakı telegülləmizin özünə məxsus memarlıq atributları var. Yəni, hündürlükdən əlavə də olaraq ən hündür telegüllə heç də ən yaxşı göstərici demək deyil. Əsas göstərici telegüllənin memarlıq baxımından öz həllini tapması, ərazinin, regionun klassik memarlıq adət ənənələrini özündə birləşdirib modern bir nüfuz dünya memarlığına bəxş edən layihə olmasıdır. Telegüllə kompleksində radio, televiziya və peyk rabitəsi xidmətləri həyata keçirilir. Elə məhz gördüyünüz bu avadanlıqlar vasitəsilə müxtəlif televiziya yayımları həyata keçirilir. Elə Lider televiziyasının analog yayımı məhz gördüyünüz bu qurğu vasitəsilə yayımlanır. Bura isə əsas nəzarət otağıdır. Burada 164 kanalın rəqəmsal və analog yayımına nəzarət həyata keçirilir. Telegüllə kompleksinin imkanları günü-gündən genişləndirilir. Bugün Telegüllədə radio əsasən radio-televiziya yayım xidməti həyata keçirilir. Bununla bərabər mobil operatorlara xidmət göstərilir. Bundan əlavə Telegüllədən IPTV xidməti həyata keçirilir. Baş stansiya qurulmaqla Respublikanın istənilən nöqtəsinə siqnalların məhz Telegüllədən birbaşa peyk vasitəsilə ötürülməsi həyata keçirilir. Telegüllənin 205 metr hündürlüyündə isə maraqlı bir restoranda yerləşir. O 27-ci mərtəbədədir. Hazırda isə biz liftlə 27-ci mərtəbəyə yollanacağıq. Telegüllədəki bu restoran fırlanır. Diametri 85 metrdir. Bir dairəsi isə 1 saat 20 dəqiqəyə başa çatır. Restoran elə qurulub ki, insanlar restoranın fırlandığını hiss etmir. Buradan şəhərin bütün mənzərəsini seyr etmək mümkündür. Şəhərimizə üst tutan turistləri maraqlandıran mekanlardan biri de məhz Telegüllədir. Telegülle olmak çok güzel. Özellikle geldik bu şeyde, karda, kışta. Biz özellikle burayı görelim diye geldik. Telegülle'yi görelim diye geldik zaten. Onun için de çok güzel. Sizler de gayet hoşsunuz. Sizler de çok güzelsiniz.
Herkes gayet güzel hizmetini yapıyor. Her konuda iyi. 10 puan. Şəhərimizin gözəlliyinə gözəllik qatan bu tikili öz möhtəşəmliyi ilə hələ çoxlarını heyran qoyacaq. Bu kimi memarlıq incilərimizin dünya səviyyəsində yetərincə təbliğ olunması isə hər birimizin ictimaiyyətimiz qarşısındakı borc və vəzifələrimіздəndir. Elmira Manaflı, Əfqan Pənahoğlu, Vüqar Yusifov, Lidia TV. Bax, bu dikdaban ayaqqabıları görəndə dəhşətə gəlirəm. Onu geyinən xanımlar isə məndə həmişə maraq və təəccüb doğurur. Arada belələrinə həsəd də aparam, yaxşı mənada. Niyə gülürsən? Bəyəm kəndir üstündə gəzən kəndirbazlara heç həsəd aparmamısan? Səni qınamıram, İndi dikdabanlara maraq göstərən kişilər də az deyil. Bu elə bir başqa mövzudur axı. Neysə, mətləbdən uzaqlaşma. Keç mövzumuzun canına. Belə, əməkdaşımız Könlün araşdırmasına görə bu ayaqqabıların yaranışı orta əsrlərə qədər gedib çıxır. Özü də bunu kəşf edən hansısa qadın stilist yox, kişi olub. Hamının yaxşı tanıdığı məşhur Salvador Ferragamo. Yenə kişilərə ilişirsən? Kişilərə ilişmirəm, sadəcə analiz edib düşünürəm ki, bu dikdabanlar siz kişilərin diqqətini yalnız indi deyil, həmişə çəkib. Hansı mənada? Bunu da qoy Könül desin. Qarderobumuzun ən vazgeçilməzi olan hündürdaban ayaqqabılar hər zaman dəbdə olub. Bəs onun tarixçəsi haqqında heç düşünmüsünüz? Biz dikdabanda yalnız xanımları görməyə öyrəşmişik. Əslində isə ilk hündürdaban ayaqqabı kişilər üçün hazırlanıb. Topuqlu ayaqqabıların vətəni İran hesab olunur. O vaxtlar Fars şahzadələri at sürərkən yüksəkdaban ayaqqabı geyinərdilər ki, ayaqları sürüşməsin. Çox keçmədən hündürdaban ayaqqabıları xanımlar da geyinməyə başladılar və nəticədə kişilər onlardan tamamilə imtina etməli oldular. Zamanla isə enli daban ayaqqabılar nazik el arasında şpilka dediyimiz dabanlardan əvəz olundu. Zamanla dabanların çeşidi dəyişdi və zövqə görə müxtəlif növlər meydana gəldi. Dikdabanın ucuna dəmir vurmaq isə ilk dəfə Salvador Ferragamo'nun ideyası olub. Son günlərdə də ayaqqabılar biraz o çox hündür formasını artıq itirir. Bilirik ki, yenə də döş hissəsinin yaslı olması və bununla yanaşı da artıq dabanın da biraz hündürlüyünün alçalması formalar gündəmdədir və əslində bu bir çox xanımların sevmədiyi formalardır. Çünki bəzən çox hündür ayaqqabı geyinmək istəyəndə o döşü yaslı ayaqqabılarda daban çox hündürdə qaldığı zaman ayağa çox döş hissəsinə ağırlıq düşür. Hər zaman dəbdə olub, xanımlara yerişini diktə edən yüksək tabanlı ayaqqabının üzərində gün boyu gəzmək isə əsl məharət istəyir. Qadınlar arasında dikdabana münasibət heç də bir mənalı deyil. Belə ki, bəzi xanımlara əsl işgəncə verib diskomfort yaradan hündürdaban ayaqqabılarda əksər xanımlar özlərini əksinə daha komfortlu və daha güvənli hiss edirlər. Buna səbəb isə təbii ki, dikdabanların qamətimizə bəxş etdiyi şuxluqdur. Gözəllik qurban tələb edir deyən məsləhətçi ayaqqabı seçərkən xanımlar daha çox platforması içərdən ayaqqabılara üstünlük verir. Çünki platforma içərdə olduğu zaman onun üstünə gəzmək daha rahat olur və kablok o həcmdə balacalaşır və bu qısa kablok sayılır. Nəinki platforma içərdə, hətta biz məsləhət görürük ki, xanımları yasdaban ayaqqabılarda belə içi silikonlu olan ayaqqabılardan istifadə eləsinlər. Çünki ayağı düz xanımlar biraz problem yaşayır bununla bağlı. Nə qədər silikon içərdə çox olsa, onları gəzmək daha çox rahat olur. Hündürdaban ayaqqabıların insan üçün xeyirləri ilə yanaşı ziyanları da var. Xeyirli odur ki, xanımların həm yerişini nizamlayır, həm də qamətini düzəldir. Ziyanlarına gəlincə, düz ayaqqabı geyinəndə pəncə özü yastılaşır ayaqqabının içində və o gələcəkdə narahatçılıq törədir. Ayaqqabı nədir? Pəncə üçün amortizatordur. O xanımlarda da ki, yastı pəncəlik, belə bir diaqnoz olmaqdasa, bu hündür ayaqqabı olaraq biraz rahatlıq verilmə barədə, ona görə ki, pəncə əzələlər istirahət edir. Amma o ayaqqabıda onlar çox gəzə bilmirlər. Xanımlar gündəlik ayaqqabı seçməlidirlər özdən ki, o ayaqqabıda rahat olsun, yeriyə bilsin və pəncəyə uyğun olsun. Belə əziz xanımlar və cənablar, ayaqqabı seçərkən tək gözəlliyinə aldanmayın. Həm keyfiyyətinə, həm də rahatlığına diqqət yedirin ki, sizi yarı yolda qoymasın. Könül Rafiq qızı, Rəşad Məmmədov, Lider TV.
Adil, xəbərim var ki, həkimlər istəyir etmə halları aradan qaldırmaq üçün musiqidən, çalıb oxumaqdan gözəl bir vasitə olmadığını deyirlər. Düz deyirsən. Bax, mənim də o vaxtdan musiqiyə böyük həvəsim var. Əsasən də simli musiqi alətlərinə. Hələ uşaqlıqda valideynlərim məndə bu həvəsi görüb, aparıb məni qoydular skripka şöbəsinə. Dedilər, oğlumuz skripkaçı olacaq. Amma mənim marağım gitaraya daha çox idi. Elə buna görə də dilini bilməsəm də hərdən özüm üçün necə deyərlər, dıngıldatmağı xoşlayıram. Düzü, mən də bu musiqi aləti haqqında az-çox bilirəm. Bax, bilirəm ki, gitaraların bir neçə növü var. Klassik, bas, elektron. Bəs bu alətin ilk dəfə harda, kim tərəfindən yaradılması, simlərinin sayı və digər növləri haqqında necə məlumatın var? Dedim axı, Ülviyə, mən skripka sinifini bitirmişəm. O qədər də məlumatlı deyiləm. Onda Gülnara qulaq as. Öyrənmək heç zaman gec deyil. Çoxlarının sevimli musiqi aləti olan gitaranın tarixi uzaq keçmişə dayanır. Qədimdə gitaraya bənzər musiqi aləti nabl adlanırdı. İlk dəfə bu alətin rəsminə Misir ehramlarının üzərində rast gəlinib. Gitara 6 simin bənd olunduğu möhkəm gövdədən ibarətdir. Bu musiqi aləti ənənəvi olaraq müxtəlif ağaclardan, neylon və ya polad simlərdən düzəldilir. Növünə görə gitara iki cür olur: akustik və elektro gitara. Oyuq gövdəyə malik akustik gitaralar və buna oxşar alətlər 1000 ildən çoxdur ki, istifadə olunur. Gitara simləri poladdır, gördüyünüz kimi, və qrifi nazikdir. Düz klassik gitaradan elektrona keçə bilərlər. Kim ki, klassik gitarı belə deyək də, əlifbadır. Klassik gitaradan başlayırlar, sonra çala bilərlər həm akustikada, həm elektron gitarada çala bilərlər. Bizdə də bu alətə maraq göstərənlər az deyil, elə Kamran və yoldaşları kimi. Kamranın sözlərinə görə gitaraya olan həvəsi hələ universitet illərində yaranır. Öz o vaxtı bir oğlandan görmüşdüm, yəni xoşuma gəlmişdi. Yəni ondan sonra gitar aldım, sağ olsun, o da biraz mənə əvvəldə kömək elədi. Ondan qalan isə yəni həvəsim çox olduğu üçün, yəni ancaq özümü inkişaf etdirməyə çalışdım. Hərdən bir şey götürməyə çalışdım. Yəni hal-hazırda yəni özümü inkişaf etdirirəm yəni. Qəhrəmanımız Kamranla birgə çalışan Akşin və Fəqan da gitaraya olan sevgilərini belə dilə gətirdilər. Uşaqlıqdan həvəs vardı. Prosta həmişə ürəklidim, gedim gitaraya, getmək arzuma çata bilmirdim. Ondan sonra Kamranın yanına getdim. Yəni belə bu səviyyəyə gəlib çıxdım da. İspaniyadan Cipskinqdir, sonra Papadelisiyadır, Azərbaycandan İntizardır, Çingiz Mustafayevdir. Onlara baxıb həvəsə gəldim. Sözü gedən bu alətdən danışarkən Azərbaycan gitara sənətinin mahir ifaçısı, xalq arasında Rəmiş kimi tanınan Rafiq Hüseynovun adını çəkməsək günah olardı. Mən bir mahnını ki, başlamıram ifqalarına. Onun sözləri mənim beynimdə, sözləri oxuna gəlir çıxır barmağa. Beyinlə ürək bir-birinə dostluq eləməsə, birlik olmasa, o barmaqdan o səslər çıxa bilməz. Bundan əl çəkə bilmirəm də. Bu da mənim bir sevgilimdir də. Gülü biridir, bu da biri. Gitaralar 20-ci əsrin 30-cu illərindən dəbə minir. Onlar səs gücləndirici ilə ifa olunur. Müasir mədəniyyətdə isə musiqinin blues, bluegrass, jazz, metal, reggae, rock, pop və sair növlərində əsas alət kimi elektro gitaralardan istifadə edilir. Gitaranın virtuoz ifaçılarından İspaniyalı Aguada, Tarrega, İtaliyalı Giuliani, Rusiyalı Sokolovski və başqalarını qeyd etmək olar. Daha İtalyan skripkaçısı Paganini də gözəl gitara çalmağı bacarıb.
Ümumilikdə isə musiqinin insanı birləşdirən dəyər olduğu həqiqətdir. Əks halda dünyanın müxtəlif ölkələrində yaşayan insanlar hisslərini bu musiqi aləti ilə ifadə etməyə çalışmazdılar. Gülnar İlqar qızı, Əfqan Pənahoğlu, Vüqar Yusifov, Lider TV. Elə bir zamanəyə gəlib çıxmışıq ki, babat pulu olan hər kəs özünə maşın alır. Ülviyə, özlə hamı çalışır ki, yekəsini, qəşəngini, belə necə lazımdır bəhq edərini alsın. Bəs necə? Axı bizlərdə qəribə bir xarakter var. Kimdən əksiyəm deyib, yeri gəldi, gəlmədi. Pulu oldu, olmadı, borc xərc edib istədiyimizi mütləq alırıq. Sonra da düşürük kreditlərə. Bəs necə? Bilmirsən ki, qonşudan geri qalma prinsipi ilə iş görəndə axırı belə olur? İndi deyəcəksən ki, bəs pulu olmayan neynəsin? Maşın sürməsin? Sürsün təbii ki, amma yorğanına görə ayağını uzatsın da. Əməkdaşımız Xumarın bir təklifi var. Deyəcəksən ki, nədir o təklif? Deyir ki, pulu olmayanlar karting sürsün. Burada nə var dövlət, nə insanın cinsi, nə də yaşı rol oynamır. 7-dən 77-yə kimi hər kəs türklər demişkən bu arabanın keyfini çıxara bilər. Dünyanın bir çox peşəkar yarış iştirakçıları öz karyeralarına məhz kartinglə başlayıb. Karting idmanın bir növü həm də gənclərin öz aralarında üstünlük verdiyi yarışdır. Çoxlarımız əyləncə üçün məhz bu üsulu seçirik, yəni kartingi üst tuturuq. Enerji dolu bu əyləncə növü isə maraqlı olmaqla yanaşı həm də kifayət qədər diqqətli olmağı tələb edir. Nə zaman nə vaxt, bu və ya digər suallara cavab tapmaq istəyirsinizsə, o zaman ekranlara yaxın əyləşin. Beləliklə, başladıq. Fərziyyələrə görə kartingi 2-ci Dünya müharibəsindən sonra pilotlar düşünüblər. Onlar hətta uçuş zolağı üzrə yarışlar da təşkil edirdilər. Lakin bu hobbi kiçik vilayətlərdə məşhur idi. Ta ki bu işə keçmiş pilot Art Ingalls qol qoyana kimi. Belə ki, o 1956-cı ildə Pomon yarışlarında kütləyə vagonetka adlandırdığı yeni arabanı təqdim edir. Ardınca isə 1957-ci ildə Bill Rolls, Staffy Livingstone və Roy Desproul karting avtomobillərinin istehsalına başlayırlar. İşlər qaydasında getdiyi üçün bu üç nəfər ilk kartodromun inşasına start verirlər. Getdikcə rəqabət o qədər artır ki, 3 ildən sonra karting avtomobili istehsal edən 100-dən çox şirkət yaranır. Bundan sonra isə Böyük Britaniyada karting jurnalı dərc olunmağa başlayır. 1960-cı ildə Böyük Britaniyada karting adlı jurnal çap olunmuşdur. Və bundan sonra Beynəlxalq Avtomobil Federasiyası kartingi idman oyunları siyasına daxil etmişdir. Karting yaradılmasının əsas məqsədi forma yarışlarına tramplin rolunu oynayır. Ancaq 60-cı, 70-ci illərdəki tələbat hal-hazırda kartingdə hiss olunmur. Kartların Yalnız həvəskarlar maraq nəticəsində bu günümüzə qədər karting gəlib çıxmışdır. Kartinglə məşğul olmaq nə qədər əyləncəlidirsə, bir o qədər də təhlükəlidir. Buna görə də qaydaları mütləq bilmək lazımdır. Ən çox gələn klientlərə biz qaydalarla tanışlıq yaradirik. İlk öncə bir kruqu yavaş sürsün. Yolu tanımağı bilsin, həm silməyi bilsin. Biz sizə yaşıl bayraq göstərəndən sonra sürətinizi artıra bilərsiniz. Sarı bayraq təhlükədir. Allah eləməsin, yoldaşlarınızdan kimsə arasa toxunub, biz sizə sarı göstəririk ki, ona toxunmayasın. Yəni, o zaman biz gedirik kömək etməyə, yəni bizi də vura bilərlər. Göy bayraq arxadakı kartingə yol versin. Ya sağa, ya sola sürətli azaldaraq yol versin. Arxavızı görmüsünüz, biz sizə bayraq vasitəsi bildiririk ki, siz keçmək istəyən var. Nəyə görə? Çünki bizdə əsas bir dövrəni neçə saniyə sürməkdir. Bir-birinizi keçməyin əhəmiyyəti yoxdur. Ağqara finish bayrağıdır. Bu bayraqdan sonra bir dövrə sürülür. Bu bayraqdan sonra sürülən dövrə tabloda yazılmır, əhəmiyyətsizdir. Ona görə əksər klientlərdən xahiş edir ki, ağqara göstəriləndən sonra sürülən kruqu yavaş sürülsün. Uşaqlıqdan kartinga marağı olan Yalçın və Bəxtiyar da tez-tez stres atmaq, adrenalin yaşamaq üçün bu məkana üst tuturlar.
boş vaxtlarımda kartinglə məşğul oluram. Bu mənim üçün bir hobbidir, maraqdır və gəlirəm, əylənirəm, stres atıram, adrenalin yaşayırıq və çox vaxtda bəzən dostlarla gəlirik, yoldaşlarla gəlirik. Yəni belə deyim də, tez-tez məşğul oluruq, maraq dairəmdə olur karting. Həftənin 4 günü, 5 günü yoldaşlarla, dostlarla gəlirik, öz aramızda yarışlar, indi son bunları bir mübahisə eləyirik ki, kim yaxşı sürdü, kim pisinə sürdü. İndi olur, arada incilik olur ki, yoldaşlarla ki, o yaxşı sürdü, mən pis sürdüm. Və istəyərdim ki, Azərbaycanda daha da karting inkişaf eləsin. Gənclər buna daha da çox meyil göstərsinlər. Ölkəmizin karting maşınları üzrə Qafqazda rəqibi yoxdur. Bu idman növünə günü-gündən maraq artır. Xüsusən yeniyetmələrin və maşın sürməyin qaydalarını öyrənmək istəyən xanımların tez-tez üz tutduğu kartingdə çempionatlar da keçirilir. Əyləncə kimi baxan da var, amma idman növü kimi də maşallah olsun artır. Həm gənclərdə, həm az yaşlı uşaqlarda açıqım daha xeyirlidir. Çünki bu günləri hamı da maşından istifadə edir. Ona görə də cürbəcür yaxınlaşırlar. Kimsə maşın almazdan qabaq öyrənmək üçün gəlir, ən çox xanımlar. Çünki daha çox sürəti yolda eləmək, qaydanı pozmaq istəmirsə, sürəti hiss etmək istəyirsə bizə yaxınlaşır. Yəni, belə kontingentlər cürbəcürdür. Siz də adrenalin dolu gün yaşamaq istəyirsinizsə, həyatınızda heç olmasa bir dəfə də olsa mütləq kartingə gəlin. Təhlükəsizlik qaydalarına əməl etmək şərti ilə həm maşın sürməyi öyrənə bilərsiniz, həm də maraqlı, qeyri-adi gün keçirə bilərsiniz. Elə bizim kimi. Xumar Kərimli, Əfqan Pənahoğlu, Lider TV. Boş vaxtlarında əylənmək, mahnı oxumaq doğrudan da deyirəm Adil, əladır. İnsanı başqa bir aləmə götürür. O aləmdə ki, sən olursan tamam başqa bir adam. Düz deyirsən. Allah bu karaokeni yaradanın da atasına necə deyərlər, rəhmət eləsin. Hərdən vaxt olanda dost-tanışla gedib oxuyub əylənir. İnan ki, elə mən də sənin kimi nə vaxt ki karaokeyə gedirəm, həftə ərzində topladığım bütün stresi, mənfi enerjini atıb oluram anadan gəlmə yeni bir adam. Bəs Ülviyə, xəbərin var bizim Sədanın gənc kollektivi də üz tutub karaoke kluba? Hə, var, mən də oradaydım. Əziz tamaşaçılarımız, bu qızlar orada nəyi var oynayıb oxuyublar. Eşitmişəm ki, dil boğaza qoymayan, danışmaqdan doymayan, bütün günü qulaqlarımızı dəng edən Türkanın da səsi batır. Amma bir dəfəlik yox, bir neçə günlük. Türkan, belə də yox da. Mən dedim ki, gedib mahnı oxuyaq, demədim ki, gedib qışqıraq olan qalan səsimizi də batıraq. Nəysə, narahat olma, müvəqqətidir. Belə də ki, keçmiş olsun. Hələ keçmişdə insanların ən çox sevdikləri əyləncələrdən biri asudə vaxtlarında bir yerə yığışaraq mahnı oxumaqdan ibarət idi. Texniki vasitələrin olmadığı dövrdə birgə mahnı oxumaq, əylənmək insanların bir-biri ilə ünsiyyətini təmin edirdi. Bugün də insanlar musiqiyə əlavə çalarlar qataraq öz əyləncələrini daha da rəngarəng etməyə çalışırlar. Bu cür əyləncələrdən biri də məhz sizlərə haqqında danışacağımız karaokedir. Karaoke yapon sözü olub, iki sözün birləşməsindən yaranıb. Kara boş, oke isə orkestr mənasını verir. Hazırda gənclərin ən çox sevdiyi əyləncə vasitələrindən birinə çevrilən karaoke ölkəmizdə də kifayət qədər məşhurdur. Elə biz də 1-2 saatımızı karaokedə keçirməyə qərar verdik. Yusif artıq 3 ildir ki, karaoke klublarının daimi iştirakçısına çevrilib. Onun sözlərinə görə, o həftədə ən azı 3 dəfə karaoke kluba gəlməsə, mənəvi rahatlıq tapmır. Mən ilk dəfə təxminən 3 il əvvəl gəlmişəm karaokeyə və gəldiyim gündən də buradakı ab-havanı və özüm də musiqini çox sevirəm oxumağı. Ona görə 3 ildən çoxdur ki, demək olar həftədə azı 2 dəfə, 3 dəfə gəlirik bura. Dostlarla görüşlərini eləyəndə daha çox karaoke kluba gəlirik. Stres atmaq üçün, əylənmək üçün bir vasitə kimi görürəm və dostlarla əyləncəmizi əsasən bunun üzərində qururuq. Karaoke oxumaq istəyən şəxs ilk növbədə istədiyi mahnını seçir.
monitorda göstərilən melodiyanı öz səsi ilə ifa edir. Bizim sədaçılarda mənim karaokedən sujet hazırlayacağımı öyrəndilər. Fürsətdən istifadə edərək asudə vaxtlarını səmərəli keçirmək üçün mənə qoşuldular. Dedilər, karaoke ilə bağlı sujet hazırlayırsan və bu fürsəti qaçırmaq istəmədim. Çünki bilirsiniz ki, vaxtımız o qədər az olur və bu az vaxtı da həftə sonları əyləncələrə qatılırıq. Düzdür, gec-gec qatılırıq. Demək istəyirəm ki, belə əyləncələr gec də olsa, amma ara-sıra mütləq lazımdır. Eşitdim ki, belə bir fürsət var, qaçırmaq istəmədim. Mən də uşaqların qatıldım karaoke klubda ifa eləməyə mahnıları. Burada həm biz əylənirik, həm də işdəki stresi atmağa kömək edir bizə karaoke. Bu əyləncəli oxu tərzi karaoke klublara toplaşanların stres atmasına, işdən sonraki gərginliyi atmağa, onlara sözün əsl mənasında kömək edir. Boş vaxtlarımızı maraqlı keçiririk. Xoş, stres atırıq burada, maraqlıdır. Şəxsi mən oxumuram, ancaq sadəcə gəldiyim uşaqlar biri də oxuyur, mən də qulaq asıram. Karaoke ümumiyyətlə əylənmək üçün çox gözəl məkandır. Hamımızın işdən sonra biraz vaxt tapıb 1 saat, 2 saat gəlib oturuq burada. Dostlarla, tanışlarla, adam var çayxanaya gedir, oraya gedir, bizim də əyləncə evimiz buradır. Demək olar hər gün gəlir bura. Bugün paytaxtda da karaoke klubların sayı kifayət qədər çoxdur. Bizdə xalq mahnılarından tutmuş, Azərbaycan xalq mahnılarından tutmuş, bəstəkar mahnılarından tutmuş, xarici mahnıları kimi hər bir mahnı var. Yəni cürbəcür o ki, bir solo kampaniya, biri türk dilində oxuyur, biri ingilis dilində oxuyur, biri rus dilində oxuyur. Yəni, belə şeylər görəndə adam daha ürək açılır ki, bizim qəzetlərdə də inkişaf eləyiblər ki, tək özündən başqa 2-3 dənə əlavə dil bilirlər. Karaoke'nin ən böyük faydası isə insana verdiyi rahatlıqdır. İndi paytaxtdakı karaoke klublarda Azərbaycan musiqilərinə də yer verilir. Qeyd edək ki, dünyada məşhur sənətçilərin əksəriyyəti öz sənət yoluna elə məhz karaoke klublarından başlayıb. Məsələn, məşhur gənc müğənni Justin Bieber və Katy Perry öz müsahibələrində onların müğənni kimi püxtələşməsində karaoke klublarının çox böyük rolu olduğunu bildirirlər. Sonda isə unutmayaq ki, məqsəd birdir. Mənfi təsirlərdən uzaqlaşıb, emosiyalarını burada atmaq. Türkan Mahmudova, Elvin Muradov, Lider TV. Adil, məni təbrik edə bilərsən. Niyə? Xeyri olan, nə səbəbəm? Eşq olsun, görmürsən nə qədər arıqlamışam. Sən nə biləsən, belə də ki, məni yalnız dietada olanlar anlayar. Bilirsən, Ülviyə, adi vaxt yemək yadına düşməyən adam pəhriz tutmalı olanda o qədər həssaslaşır ki, bu zaman hər şey sənə yeməyi xatırladır. Tərs kimi bütün qonaqlıqlar da həmin zaman kəsilə təsadüf edir. Ananız da sizi özünüzə zülm etməkdən vaz keçirmək üçün bir-birindən ləzzətli təamlar hazırlayır. Day demə, belə olanda da az qalırsan başını götürüb qaçarsan kimsəsiz bir adaya. Harda qaldım? Sıradakı sujeti təqdim etməliydim axı. Nə idi o? Mən nə bilim, nə idi? Elə bil sən təqdim etməliydin axı. Aha, yenə mətbəx. Elmira, sən də kreativ restoranlar haqqında mütləq bugün danışmalıydın. Nəysə, danış görək o hansı restoranlardır ki, sənin kimi incə-mincə qızın diqqətini çəkə bilib. Kafe və restoranlar istirahət üçün üst tutduğumuz məkanlardandır. Gərgin iş rejiminin yorğunluğundan məhz bu məkanlarda qurtuluruq. Ancaq indi insanlar getdiyi yerlərdə fərqlilik axtarırlar. Daha yeni və kreativ kafelərə üstünlük verirlər. Dünyada da bir çox kreativ, qeyri-adi, hətta qəribə restoranlar var. Həbsxana restoranı, yəqin bu kafe insanlarda səhvlərə görə nələr çəkə biləcəklərini göstərmək üçündür. Göydə Nahar, Mars, Buz restoranı və sair kafeləri də qeyri-adi restoranlara misal göstərə bilərik. Deyək ki, suyun altında batmış 30-40 il bundan əvvəl gəmi. Onun bərpa olunduqdan sonra olduğu kimi yerində qalması və kafe və yaxud restoran kimi istifadəyə verilməsi, istismara verilməsi olur. Təyyarənin, istismardan çıxmış təyyarənin bir qalığının bərpa olunub, onun içərisində müəyyən müxtəlif
təyinatlı işləyən yaş obyektləri var. Deyək ki, restoran, kafe kimi işlədirlər. Çox sevindirici haldır ki, bölgələrimizdə də kreativ restoranlara rast gəlmək mümkündür. Ağdaş rayonunda Çınar ağacındakı restoranı buna misal göstərmək olar. Naməlum təbiət hadisəsi nəticəsində 1000 yaşı olan Çınar ağacının içərisi tamamilə yoxa çıxıb və gövdədə 2 kvadrat metrlik boşluq yaranıb. Elə o vaxtdan bura çayxana kimi istifadə olunmağa başlanıb. Digər qeyri-adi restoran Masallı rayonunda yerləşir. Adrenalini xoşlayanlar bura üst tuta bilərlər. Belə ki, Masallıda 35 metrlik yüksəklikdə ağac üzərində çay içmək mümkündür. Çay dəstgahı müştərilərə 50 metr hündürlüyə kanat vasitəsilə gətirilir. Buna görə buraya müxtəlif yerlərdən üst tutan turistlər kifayət qədərdir. Sevindirici haldır ki, şəhərimizdə də çoxlu sayda kreativ restoranlar var. Elə olduğumuz kafe də qədimi bir kafedir. Siz burada antikvar əşyaları görməklə bir daha keçmişinizə qayıtmış olacaqsınız. Bu kreativ ideyanın müəllifi isə Baba Əliyev adlı gəncdir. Keçmişinə bağlı insandır. O kafeni işlətməkdən zövq alır. Hətta özü də burada yaşayır. Əlimizdə olan köhnə əşyaları bir araya gətirdik və köhnə bir kafe alındı. Köhnə ab-havada olan bir kafe alındı. Əsas yanaşmada ki, əyləncə yox da dinlənmə, iş stresini atmaq və ya ki, həftə sonra rahat dinlənmək üçün yığışa biləcəkləri bir yer. Bu məqsədlə sorulur. Kafedə olan köhnə əşyalara diqqət etməmək mümkün deyil. Uşaqlıq dövrümüzə təsadüf edən bu əşyalar bəlkə çoxdan zibillikdə olardı. Amma necə deyərlər, saxla zamanı, gələr zamanı. İndi bu əşyaları bizi ötən günlərə qaytaran bir məkanda görmək ayrı zövq verir. Bir platinkalardır, markalardır. Ən çox da bir üzərinə düşdüyüm kameralardır. Kolleksiyalar təkcə yığıb göstəriş olaraq yox da, hansılar ki, bugün həm də istifadə edə bilərik. Kafedəki bu fortepiano da qədimi bir tarixə malikdir. Əslində küçəyə atılmaq üçün nəzərdə tutulubmuş, amma kafe sahibləri bu fortepianonu dəyərləndirərək öz kafelərində yerləşdiriblər və buradakı qonaqlar bunda sevə-sevə ifa edirlər. Kafenin maraqlı cəhətlərindən biri də ürək sözlərinizi kağıza yazaraq kafenin lövhəsinə yerləşdirməyinizdir. Şəhərimizin kreativ restoranlarından biri də Bakı Tbilisi Ceyhan neft kəməri layihəsini özündə əks etdirən bu kafedir. Burada içkilər xüsusi borular vasitəsilə süzülür və müştərilər özlərinə rahat xidmət edə bilirlər. Bizdə də ki, bu Bakı Ceyhan neft kəmərinin layihəsi olduğu üçün biz də öz fikrimizi müştərilərimizə belə bir formada çatdırmaq istədik. Yəni, maraqlı gəlsin onlar üçün. Onlar oturanlar öz rahatlıqlarını hiss eləsinlər, özlərini köhnə bir Bakıda hiss eləsinlər, neft məkanda hiss eləsinlər. Və bizim krantlarımızdan da, yəni belə pivə krantlarından oradan neft axırıb və burada 3 mətbəxin, yəni Azərbaycan, Tiflis və Türkiyənin mətbəxi var. Biz bunları qonaqlarımıza çatdırırıq, bunlar yüksək səviyyədə. Belə, sizi bacardığımız qədər dünyada və ölkəmizdə olan kreativ restoranlarla tanış etdik. Harda olmağınızdan asılı olmayaraq gözəl əhvalda olmağınız diləyi ilə Elmira Manaflı, Əfqan Pənahoğlu, Ceyhun Mustafayev, Lizer TV. Bax belə, bizdən bu bazar gününə də bu qədər. İstəsək də, istəməsək də sizlərdən ayrılmalıyıq. Çünki bizə ayrılan vaxtın sonuna gəlib çatmışıq. Yeni iş həftəsində yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Başladıq. Elə bir yerdə. Hə də yaxşı, nə olsun ki? Elə gülüş gülmə, değil mi? Belə bax, misal üçün belə gül. Nə oldu? Hər gül yox, hər gül. Amma anam bilməsin. Adil imkan versə mən səni eşidəcəm. Beynimdə bir sənə tuturam, akrofobiya. Çaşdırma da mənə də akrofobiya. Akrofobiya. Amma bu qorxudan əziyyət çək. Salamat qalın.